Dostlar, İki Sahil televiziyasında yeni həftənin ilk günündə siyasi baxış verilişindən sizləri salamlayıram. Əlbəttə ki, ötən həftə boyunca kifayət qədər maraqlı hadisələr müşahidə edildi. Özəlliklə keçən həftənin əvvəli Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən rəsmi zirvə görüşü, həmçinin ondan sonraki dövrdə cənab prezidentin Tacikistana səfəri düşənbədə MDB dövlət başçılarının rəsmi zirvə görüşü, həmçinin həm TDT, həm də MDB iclasları fonunda cənab prezident İlham Əliyevin apardığı çoxsaylı iki tərəfli görüşlər və cənab prezident İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putin arasında keçirilən görüş, bunlar önəmli siyasi əhəmiyyətə malik hadisələr idi və mən qeyd eləmək istəyirəm ki, keçən həftənin əvvəli ən yadda qalan hadisələrdən biri şübhəsiz ki, Qəbələdə Türk Dövlətləri Təşkilatının keçirilən zirvə görüşündə cənab prezident İlham Əliyevin verdiyi mesajlar idi. Dəfələrlə mən müxtəlif platformalarda İki Sahildəki verilişimdə də vurğulamışam ki, artıq Türk Dövlətləri Təşkilatı təkcə ortaq miras, ortaq mənəvi bağlar və ortaq kültürel dəyərləri özündə ehtiva edən bir təşkilat deyil. Türk Dövlətləri Təşkilatı Türk dünyasının siyasi baxımdan birliyini və gələcəyini təmin edən ən vacib təşkilatlardan biridir və bu gün kütləvi şəkildə bütün dövlət rəhbərlərinin ən sıx iş qrafikinə və gərgin qrafikinə rəğmən görüşləri daim həyata keçirməsi, tez-tez Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrinin rəsmi və qeyri-rəsmi zirvə görüşlərinin həyata keçirilməsi artıq bu təşkilatı gələcəkdə beynəlxalq münasibətlər sistemində ən vacib təşkilatlardan biri halına gətirib və cənab prezident İlham Əliyev Qəbələdəki çıxışında Türk dövlətlərinin hətta ilə Azərbaycanda gələn il bir hərbi təlimlərinin keçirilməsində vacibliyini vurğuladı və mən həmişə söyləmişəm ki, əgər Qərbin NATO-su və yaxud da Avrasiya İqtisadi Birliyinə üzv olan ölkələrin kollektiv təhlükəsizlik müqaviləsi təşkilatı varsa, niyə Türk Dövlətləri Təşkilatının da hansısa bir hərbi birliyi və ayrıca bir modeli formalaşmasın və elə cənab prezident İlham Əliyevin Qəbələdə Türk dövlətlərinin ortaq hərbi təlimlərinin keçirilməsi, hərbi və müdafiə sənayesi ilə bağlı əməkdaşlığının daha da dərinləşdirilməsi ilə bağlı söylədiyi mesajlar bu baxımdan vacib əhəmiyyətə malikdir. Bəli, biz bilirik ki, Türk Dövlətləri Təşkilatı nəzdində ölkələr arası iki tərəfli münasibətlər müxtəlif formalarda hərbi çalarları da özündə əks etdirir. Özəlliklə Azərbaycan və Türkiyənin burada həm iki tərəfli, həm də hətta dəfələrlə olub ki, Gürcüstanın da qatıldığı üç tərəfli hərbi təlimləri keçirilib. Eyni zamanda təkcə bu hərbi təlimlər də deyil. Bilirik ki, Azərbaycan bugün Türkiyə hərbi sənayesi ilə yaxın əməkdaşlıq edir. Türkiyənin dünyaca məşhur Baykar pilotsuz uçuş aparatları istehsal edən müdafiə sənayesi şirkəti ilə Azərbaycan arasında yaxşı əməkdaşlıq var və 44 günlük Vətən müharibəsində Türkiyənin istehsal etdiyi Bayraktar pilotsuz uçuş aparatları özünü hər bir mənada uğurlu bir məhsul kimi sübut etdi və bütün dünya mediasında manşet olmağı bacardı. Eyni zamanda Azərbaycanın Türkiyə ilə müxtəlif hərbi təlimləri keçirilib, sarsılmaz qardaşlıq adı altında, digər adlarda Azərbaycanın müxtəlif bölgələrində bu təlimlər kifayət qədər uğurlu həyata keçirilib. Azərbaycan öz ordusunu Türkiyə modelində qalib gəldikdən sonra yenidən formalaşdırmağa başladı. Biz Bəxtiyar Ərsay Paşanın da xüsusi olaraq müşavir kimi Azərbaycan ordusunda fəaliyyət göstərdiyini bilirik və məhz bundan sonra bu yaxınlarda Türkiyədə daha bir böyük başqa bir vəzifəyə keçirildi və əlbəttə ki, artıq Türk Dövlətləri Təşkilatının içərisində Azərbaycan və Türkiyə arasında özəlliklə Şuşa bəyannaməsindən sonra hərbi və hərbi sənaye sahəsində olan əməkdaşlığı digər Türk dövlətlərinin də qatılması vacibdir. Bəli, ayrı-ayrılıqda TDT daxilində böyük əməkdaşlıq modelləri var. Məsələn, biz həmişə Azərbaycan-Türkiyə təbii ki, qardaşlığını, strateji müttəfiqliyinin çalarlarını vurğuluyuruq, amma əziz tamaşaçılar, unutmamalıyıq ki, Azərbaycanla Özbəkistan arasında da Daşkənd bəyannaməsi imzalanıb və təkcə son 2 il ərzində cənab prezident İlham Əliyevin Özbəkistana səfərləri, Özbəkistan rəhbəri Şavkat Mirziyoyevin dəfələrlə Azərbaycana işğaldan azad edilmiş bölgələrə, Şuşaya, Xankəndiyə səfərlərini də unutmamalıyıq. Bu əməkdaşlıq Azərbaycan və Qırğızistan arasında da var.
var. Bu əməkdaşlıq Azərbaycan, Qazaxıstan, Qazaxıstan, Türkiyə, Özbəkistan, Türkiyə və müxtəlif formatlarda davam edir. O baxımdan da iqtisadi, ticari, siyasi potensialından əlavə Türk Dövlətləri Təşkilatının həm də hərbi anlamda ölkələr arası bu qədər güclü olan əlaqələri təşkilat daxilində də gücləndirməsi vacibdir və Bakıda Macarıstanın baş naziri Viktor Orbanın Azərbaycan haqqında Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu növbət dəfə vurğulaması da böyük əhəmiyyətə malikdir. Bir məqamı xatırlatmaq istəyirəm. Şuşada ötən il Türk Dövlətləri Təşkilatı rəhbərlərinin qeyri-rəsmi zirvə görüşündə Viktor Orbanın Şuşaya gəlməsi, orada iştirak etməsi, verdiyi açıqlamalar Avropa İttifaqı daxilində bəzi ermənipərəst lobbist dairələrin çox ciddi narahatlığına səbəb olmuşdu və onlar bu narahatlıqları hansısa bir üst nöqtəyə gətirmək üçün Viktor Orbanı təzyiq edirdilər. Müxtəlif erməni lobbisinə bağlı olan media portallarında Macarıstan baş nazirinə qarşı siyasi hücumlar həyata keçirilirdi. Amma biz görürük ki, Viktor Orban baş nazir və iqtidarda olduğu dövrdə Macarıstan iqtisadi baxımdan tamamilə başqa bir nöqtəyə gəlibdir və bugün Macarıstan Avropa İttifaqının üzvü olan, gələcəkdə böyük potensial vəd edən bir ölkə kimi Türk Dövlətləri Təşkilatında mərd-mərdanə, ləyaqətlə, qətiyyətlə təmsil olunur və Orbanın Bakıda həm Azərbaycan, həm də Türk dünyasının gələcəyi ilə bağlı söylədiyi açıqlamalar da bu kontekstdə önəmli əhəmiyyətə malikdir və ötən həftə cənab prezident İlham Əliyev Rusiya prezidenti Vladimir Putini doğum günü münasibətilə zəng edərək təbrik etdi və arxasınca da düşənbədə iki ölkə rəhbəri qarşı-qarşıya gəldi və Azərbaycanın Rusiyadan tələb etdiyi müəyyən məqamlar var. Biz bilirik, Azal təyyarəsinə qarşı baş verən hadisəyə görə üzr istənilməsi, kompensasiya ödənilməsi və digər məqamlar və prezident İlham Əliyevlə görüşdə Vladimir Putin vurğuladı ki, o daha əvvəl Azal təyyarəsi hadisəsinə görə üzrxahlıq edibdi. Eyni zamanda kompensasiyanın da tam olaraq ödənəcəyini və bu hadisədə səhlənkarlıq edən günahı olanların da cəzalandırılacağını vurğulayıb. Elə Azərbaycanın da tələb elədiyi bu idi. Bizim də ictimaiyyət olaraq aylardır söylədiyimiz, istədiyimiz budur. Burada hər hansı bir əlavə istək yoxdur, hər hansı əlavə bir yozum yoxdur. Biz də istəyirdik ki, iqtisadi, siyasi baxımdan yaxşı əlaqələrə malik olan Azərbaycan-Rusiya münasibətlərinə kölgə gətirəcək, inciklik yaradacaq məqamlar olmasın və Azərbaycan prezidenti ilə Rusiya prezidenti arasında düşənbədə keçirilən görüşdə Azərbaycan və Rusiya arasında iqtisadi ticari əlaqələrin müsbət göstəriciləri bir daha vurğulandı. Həm cənab prezident İlham Əliyev, həm də Rusiya rəhbəri Vladimir Putin Azərbaycan və Rusiya arasındakı hazırki iqtisadi ticari anlamda müsbət dinamikanın bundan sonra da davam edəcəyini vurğuladı. Eyni zamanda əlbəttə ki, düşənbədə cənab prezidentin Tacikistan rəhbəri Emomali Rəhmonla da təkbətək görüşü keçirildi. Tacikistan təbii ki, Türk Dövlətləri Təşkilatının üzvü deyil, amma Mərkəzi Asiyada kifayət qədər siyasi, iqtisadi və eyni zamanda bir çox potensialına görə vacib ölkələrdən biridir. Azərbaycanla Tacikistan arasında ayrı, xoş münasibətlər var. Yenə cənab prezident MDB iclasına qədər də dəfələrlə düşənbəyə səfərlər edibdi. Tacikistan rəhbəri Emomali Rəhmonun Azərbaycana səfərləri həyata keçirilibdi və bugün Azərbaycan-Tacikistan münasibətləri ayrı bir mərhələ kimi dəyərləndirilməlidir. Eyni zamanda prezident İlham Əliyevin çıxışı hər bir beynəlxalq təşkilatda, platformada olduğu kimi MDB dövlət başçılarının zirvə görüşündə də böyük maraqla izlənilirdi və kifayət qədər görürükmü, yəni kifayət qədər önəmli, sıx siyasi bir qrafikdir Azərbaycanın sözünə, Azərbaycan liderinin çıxışlarına, Azərbaycanın qətiyyətinə, Azərbaycanın ortaya qoyduğu mövqelərə dünyada böyük maraq mövcuddur və təkcə bir həftənin analizinə diqqət edin. Qəbələ şəhərinə Türk dünyasının liderləri gəlir və yeri gəlmişkən mən bayaq onu da vurğulamağı xüsusi vacib hesab etməliyəm ki, bayaq söyləmədim. TDT Plus formatı yarandı ki, düşdü o Qəbələdəki görüşdə. Bu, elə məhz o hərbi anlamda əməkdaşlığın da daha da dərinləşdirilməsini özündə ehtiva edir və deməli, Türk Dövlətləri Təşkilatının içərisində əlavə ayrı-ayrı konturları olan yeni əməkdaşlıq mexanizmləri də formalaşacaq və Azərbaycana gələn, Qəbəliyə gələn Türk Dövlətləri rəhbərlərinin sonra oradan Füzuliyə getməsi və orada Türkmənistan Xalq Məsləhətinin sədri, Türkmənistanın milli lideri Qurbanqulu Berdimuhammedov
Berdimuhamedov kimi Türk dünyasının qocaman, təcrübəli, xarizmatik siyasətçilərindən birinin Azərbaycana bilirik ki, Füzulidə Türkmənistan məscid tikintisini üzərinə götürübdür. Orada o prosesdə iştirak etməkləri də qürur vericidir. Macarıstan da işğaldan azad edilmiş bölgələrdə Cəbrayılda bilirik ki, bir layihəni icra edəcək və bu Türk Dövlətləri Təşkilatının iclası arxasınca cənab prezidentin MDB iclasına qatılması və orada Rusiya prezidenti Vladimir Putinlə danışıqların aparılması, Azərbaycan-Rusiya münasibətlərindəki gərginliyin artıq arxa plana yavaş-yavaş keçməsi, Azərbaycan prezidentinin təkbətək keçirdiyi görüşlər, ondan əvvəlki həftə BMT-də Donald Trumpla maraqlı dialoqları, lap ondan əvvələ baxanda isə Azərbaycan prezidentinin Çin Xalq Respublikasına uğurlu səfəri, Azərbaycan vətəndaşları üçün Çinin vizanı aradan qaldırması, bunlar çox böyük nailiyyətlərdir, çox böyük uğurlardır və əslində 2025-ci ilin sonuna doğru yəqin ki, biz təhlil yayımlarımız olacaq, iki sahildə danışacağıq, söhbət edəcəyik. İlin yekunları ilə bağlı artıq dekabr ayından etibarən həm mənim tək şərhlərimdə, həm də qonaqlarla müzakirələrimizdə o ilin siyasi palitrasını və analitikasını aparacağıq, amma həftə o qədər önəmli olur ki, hər həftə keçdikcə o qədər vacib siyasi hadisələri baş verir ki, və bizim ölkəmizin çəkisinin nə qədər artdığını, Azərbaycanın mövqeyinin bugün dünyada necə qəbul edildiyini biz açıq-aydın görürük. Türkiyə prezidenti cənab Rəcəb Tayyip Ərdoğanın Azərbaycan prezidenti İlham Əliyevin qoluna girməsi və ona olan ehtiramını bu qədər yüksək bildirməsi, Viktor Orbanın fikirləri aydın. Mən elə Qəbələdə görüş keçirildi. Qəbələdən bir neçə gün sonra Düşənbədə Tacikistanda Şəvkət Mirziyoyevin necə heyranlıqla və necə dostanə bir cənab prezident İlham Əliyevə baxışları, mövqeləri, onun fikirlərinə olan xüsusi diqqəti. Biz şanslıyıq ki, bizim İlham Əliyev kimi bir prezidentimiz var və doğrudan da bu qədər çətin dünya sistemində, bu qədər çətin beynəlxalq münasibətlər sistemində bugün Azərbaycan ləyaqətlə Amerikadan Çinə, yəni Vaşinqtondan Pekinə, Türk dünyasından Avropaya qədər böyük konturlarda bugün vacib bir oyunçu kimi, vacib bir siyasi mərkəz kimi Azərbaycanın çəkisi, dəyəri mövcuddur və bu dəyər get-gedə artmağa davam edir və Azərbaycan çoxdan öz sərhədlərini aşaraq artıq təkcə regional geopolitik güc yox, qlobal siyasi trendləri, narrativləri formalaşdıran bir ölkədir. Sağ olun, salamat qalın.